Salam əziz izləyicilər, gününüz xeyirli və uğurlu olsun. Kupon 137 ailəsi adından hamınızı salamlayıram. 18 mart və 19 mart gecəsinə olan oyunlarla qarşınızdayım. Əslində istərdim ki, geniş və izahlı video təqdim edeyim sizə, amma bəzi səbəblərdən çox uzun video çəkə bilməyəcəm. Bəzi işlərim olduğuna görə, həm də oyunların başlamasına az qalıb. İstəmirəm sizin çox vaxtınızı alım və sözü çox uzatmadan keçək oyunlara. Bugün 4 Çempionlar Liqası oyunumuz var. Bavariya Atlanta, Liverpool Galatasaray, Tottenham Atletico Madrid və Barcelona və Newcastle. İstəyirəm ki, öz klubumdan başlayayım həmişəki kimi. Canım komandam Barcelonadan. Belə deyim, Barcelona Newcastle oyununa mən Barsadan qələbə gözləyirəm. Və belə deyim sizə, Rafinha və ya Yamalın qolunu gözləyirəm. Amma belə deyim, risk eləmək istəyənlər, riskli kupon yazanlar. Rafinha'nın da qolunu yaza bilər, Yamalın da məncə hər ikisi qol vuracaq. Çox risk eləmək istəməyənlər isə belə deyim. Yəni biz özümüz kupona daxil edirik ki, qapı çərçivəsinə ən çox zərbəni Barcelona vuracaq. Əslində qələbəsində yaza bilərik. Amma qapı çərçivəsinə zərbə daha çox əmsaldır. Ona görə qələbə yox, yazırıq ki, qapı çərçivəsindən çox zərbə Barcelona vuracaq. Keçirik sözü çox uzatmadan ikinci oyunumuza. İkinci oyunumuz Bavariya və Atalantadır. Bizə risksiz kupon lazımdır. Ona görə də yazırıq ki, martda özəl seçimlərdədir bu seçdiyimiz xanalar, seçimlər. Yazırıq ki, ev sahibi komanda, yəni Bavariya qapı çərçivəsinə ən az 6 zərbə vurar. Mənim fikrimcə rahat 7-8 və yaxud 10 plus vuracaq, amma yəni çox risk eləmirik. 1.30 əmsaldır, super əmsaldır. Keçirik üçüncü oyunumuza. Üçüncü oyunumuz Liverpool və Galatasaraydır. Bu oyuna da ev sahibi komanda Liverpool'un qapı çərçivəsinə 6 zərbə vuracağını düşünürəm. Hətta 6-dan da çox olacaq. Qələbəsini də düşünürəm Liverpool'un, amma yenə də risk eləmirik. Yazırıq ki, ev sahibi komanda ən az 6 zərbə vuracaq qapı çərçivəsinə. Keçirik axırıncı, dördüncü və sonuncu oyunumuza. O da Tottenham və Atletico Madriddir. Bu oyunun əslində seçimlər çox idi. Belə deyim də, qələbə yazmaq biraz risklidir. Çünki Tottenham da biraz qəribə klubdur, Atletico Madriddə. Atletico'da durub qələbə atsaq biraz risklidir Tottenham'a da. Amma bunu nəzərə almaq lazımdır ki, Tottenham öz yerində oynayır, avantajlıdır, həm də belə deyim də sizə 3 top arxadadır. Yəni bəncə 1-2 top hesabı ilə oda bilər. Amma yenə də çox risk eləmirik. Çünki bizə qələbə lazımdır, bizə kuponumuzun gəlməsi lazımdır. Ona görə yazırıq ki, ev sahibi komanda ən az bir dəfə offside-a düşəcək. Əmsalı çox gözəldir, 1.34 əmsaldır. Və Tottenham'ın son oyunlarına baxdım. Çox az offside-a düşən klubdur bu klub. Bunu da bildirim ki, son oyunlarında Atletico Madridlə oynayanda offside-a düşməyib ümumiyyətlə 0-dır. Amma mənim fikrimcə bugün ən az yəni bir dəfə düşəcək. Çünki həm bugün ucuzur, yəni hücum eləməlidir, pressing eləməlidir. Yəni qol vurmağa can atacaq bugün Tottenham. Həm də yəni çox hücum oynayan klublar ən azı bir dəfə, 2 dəfə offside-a düşməlidir. Yəni bu mütləq bir şeydir. Yəni bir offside-a super əmsaldır, 1.34. Mənim fikrimcə yəni bugün keçən oyun olmasa da bugün bir dəfə düşəcək offside-a. Çünki ona bugün qələbə lazımdır və bugün ancaq hücumda oynayacaq. 4 oyun təxmini ilə qarşınızda oldum və bu 4 oyun toplamda 3.11 əmsaldır. Barcelona Newcastle oyununda sizə təqdim edib seçim 1.24, Bavariya Atalanta da 1.30, Liverpool Galatasaray da 1.44, Tottenham və Atletico Madriddə isə 1.34'dür. Toplamda isə 3.11 əmsal edir. Məndən bu qədər, mən sizinlə sağollaşıram. Sağ olun, salamat qalın. Kanalımıza abunə olmağı və videoya like və yorum atmağı da unutmayın.